Salam dəyərli izləyicilər, bizim bucaqdasınız. Bizim bucaqda bu dəfə qidalardan danışırıq. Bütün bunlarla bağlı qida eksperti Ağa Salamovla görüşdük. Xoş gördük siz Ağa bəy. Salam, hər vaxtınız xeyir olsun. Çipsi, fast foodlar və bu kimi digər vasitələr insan orqanizminə, sağlamlığına necə təsir edir? Bəli, əslin bəlasıdır fast foodlar. Mən fast foodları belə ikiyə bölürəm də. Ölkəyə ixal olunan ət məhsulları mən bunun əleyhinəyəm. Çünki nəyə görə valyutamızın ölkədə qalmasının tərəfdarıyam. Nəyə görə mən ingilisə, fransızda falan kəsə, nə bilim kiməsə pul verməliyik ki, bizə ət göndər. Biz düzdür, təbii ki, biz onun laboratoriyadan keçib gəlir, amma əleyhinəyəm. Niyə? Çünki o ətdə paraşokdur, paraşokdan hazırlanmış da ola, nəydən hazırlanmış ola və s. Yəni adı üstündə ət gəlirsə, təbii ki, o ətdir və neçə faizi ətdir bilinmir. Amma Azərbaycanda, yəni bizim ətlərdən, dana ətindən, mal ətindən hazırlanmış burger ətləri təbii ki, satışda var və orada qatqı da yoxdur. Bizi tam qatqısız bişən fast foodlar faydalıdır. Yəni yerli ətdən hazırlanırsa. Hə, ümumi fast foodları götürsək, burada kartof fili var, çipslər var, ondan sonra nuggetslər var, krispilər var, hansı ki, xırçıldayan uşaqlar üçün hazırlanan qidalar var ki, hansı ki, xırçıldayan bir ləzzət deyirlər. Bunlar uşaqların birbaşa mədə bağırsağına zərərlidir və həkimlər də bunu təsdiqləyə bilər. Və uşaqlar təəssüflər olsun ki, bu günləri nədənsə həmin o fast food satılan yaşın müəssisələrini tanıyırlar və acıyanda da ora yadlarına düşür. Çünki ölkəyə ixal olunan ət məhsullarında monosodium glutamat olma təhlükəsi yüksəkdir. Yəni biz bəli deyə bilərik ki, monosodium glutamat E621 qadağan olunub. Məsələn, satışı, ölkəyə ixalı və s. Amma bu ətin içində gəlirmi? Və yaxud hər hansısa bir ədviyyatların içinə qarışıq ədviyyatlarda gəlirmi? Yəni bax bu da söz mövzusudur. O da nədir? O da uşaqlarda şüuraltı bir iz buraxır ki, həmin o ləzzəti, o dadı alırlar və hər zaman da onu yemək istəyirlər. Məsələn, burgeri yemək istəyirlər, burger ətini. Ona görə mən deyirəm, ölkəmizdə hazırlanmalıdır və ölkəmizdə hazırlanan fast foodlar daha yaxşıdır. Amma abur çupurlar, hansı ki, kartof fili falan, bunlar zərərlidir. Niyə? Bəzən göz ki, valideynlər gəlir, əyləşir, deyir, uşağın kartof filisini birinci gətir. Birinci uşağı yesin, sonra mən yiyeyim. Yanında nuggets olsun və yaxud fish and chips olsun və yaxud nəsə olsun. Yəni, baxırsınız, bu şorbadırmı? Yox. Uşağını, sağlamlığını düşünən valideyn ilk növbə şorba istəyər uşağı üçün. Tərəvəzli şorba uşağıma verir. Bilirsiniz, yəni bu mədə bağırsağı masaj edir sanki. Yəni belə deyim də, biri var quru qidanı uşaq yeyir, mədəni cıra iz buraxa gedir. Biri də var ki, uşaq şorbanı içir, onun ardıca milli mətbəximizdən nə isə yeyir və yaxud nəsə. Biz demirik şorbadan sonra abur çuburları yemək lazımdır, deyil. Yəni bu bişdiyi yağ da bəllidir, trans yağdır və bişəndən sonra akrilamedə çevrilməyi də bəllidir ki, hansı ki, o qızaranda, biraz qızartması daha çox ötəndə görürsünüz ki, orada xərçəng hüceyrəsi əmələ gəlir. Ona görə uşaqları birbaşa fast fooddan uzaq tutmaq lazımdır. Biz qadağa qoya bilmərik fast food satılmasın, biz deyə bilmərik uşaqlarınıza fast food qadağandır, xeyr, belə bir şey yoxdur. Amma maariflənmək, uşaqların nə istədiyi ilə deyil, uşaqlara pediatrın, məsələn 11 yaşına qədər uşaqlara pediatr məsləhəti altında verilən qidalar daha faydalıdır. 11 yaşından sonra da milli mətbəximiz daha faydalıdır onun üçün. Dolmalarımızdır, plovlarımızdır, ondan sonra qazan yeməklərimizdir və s. Ki, bu uşaqlar üçün daha faydalı. Çoxla bizim milli mətbəxi aşağılayırlar, ay yağlıdır, ay belə oldu, ürəyə zərərlidir. Nədir orada ürəyə zərər olan? Trans yağmı, yoxsa kərə yağında pişən yeməkmi? Trans yağ birbaşa gedir, qanda triqlisitdə çevrilir, damarları kirəşləyir. Toxumalar, orada yağ toxumaları əmələ gəlir. Amma bizim milli mətbəximizdə olan təmiz kərə yağı, nehrə yağı və quyruq yağı heç vaxt gedir damarlarda kirəş əmələ gətirmir. Bəli, ürək xəstəsinə həkimlər qadağa qoya bilər, bu günləri bunu ye, bunu yemə və s. Bu qadağalar qoyula bilər. Bizim milli mətbəximiz, burada istifadə olunan yağlar heç bir zərəri yoxdur. Təbii ki, ürək xəstəsinə həkim deyəcək ki, qardaş, sənin ürəyin xəstədir, sən bu yağlardan uzaq dur. O daha deməyəcək, get fast food ye.
onu ümumiyyətlə qadağan eləyəcək. Kərə yağını deyəcək ye, məsələn pörtlənmiş ət ye, pörtlənmiş ətin üstündə yağı varmı? Yağı var, heyvan mənşəli yağı var, ona bəs eləyir. Əlavə yağı deyəcək istifadə eləmə. Bu başqa şeydir. Xəstənin xəstə yeməyi var. Sağlam adamın qidalanması isə tamam fərqlidir. Yəni sağlam adam daha da sağlam qalmaq istəyirsə, mütləq fast foodlardan uzaq durmalıdır, uşaqlarını da fast foodlardan uzaq tutmalıdır. Çipslər bilirsiniz, bu da əslin bəlasıdır da fast foodlar kimi. Yəni insanlar ən çox da çipsləri nəzərə alsaq ki, uşaqlar yeyir. Bu da indi həkimlər bilir də, burada çipslər qızarır. Qızardığı zaman hansı yağda qızarır? Trans yağda. Qızarandan sonra nə baş verir orada? Xərçəng hüceyrəsi əmələ gəlir. Akrilamid yəni yağ dediyimiz kimi. Xərçəng hüceyrəsi. Bunlar bilirsiniz, valideynlər bəzən abur-cuburlarla uşaqlarını sağlamlığını əlindən alırlar. O yüzden biz məsləhət görürük ki, uşaqlara mövsümi meyvələr versinlər o abur-cuburların yerinə. Özləri hazırlasınlar. Bu dəqiqə qurutma aparatları var. Çox ucuz qiyməti də satılır. Məsələn, sifariş versinlər. Orada müxtəlif meyvələri qurutsunlar. Uşaqlarına versinlər, yesinlər. Özləri evdə nəsə hazırlasınlar onlar üçün. Bu günləri əslimizin, mən qınamıram, bəzi anaların, hamısını demirəm, bəzi analar məsələn uşaqlarına sağlamlığını düşünmürlər. Nə istəyir alıb verirlər. Sanki uşaqlarına yaxşılıq eləmiş kimi olurlar ki, yəni biz uşağımız əzizdir mənim üçün, sevirəm onu, baş üstə. Nə istəyirsən filan şey baş üstə. Yox, yəni hardasa dur və ya olmaz demək lazımdır ki, uşaqlar da bilirsiniz bunlar gələcəyə sağlam lazımdır. Nə üçün? Çünki gələcəkdə Azərbaycan, hər bir Azərbaycan vətəndaşı ölkə üçün faydalı olmalıdır. Ölkə üçün faydalı olmaq üçün də sağlam olmaq lazımdır və bu ailə mədəniyyətində də bizim milli mətbəxin formalaşması vacibdir. Çünki bizim mətbəximizdə abur-cuburlar yoxdur. Bizim mətbəximizdə bayaq dediyimiz kimi şorkərə var, qoğal var, fətir var, nə bilim, əncir-fərəc var, hansı ki bayaq deyirdiniz ki, şəkər imtina etmək olar. Bəli, onlar əncir-fərəc yemək olar. Yəni bizim qədim mətbəxlərimizə nəzər salanda və ailədə bunu formalaşdıranda da uşaqlar sağlam böyüyürlər. Abur-cuburlar birbaşa olaraq mən deyərdim ki, zibilə atılmalı bir şeydir. Onu uşaqlar yeməsinlər. Ağa bəy, ümumiyyətlə qidalar insan ömrünə necə təsir edir? Allah insanı yaradanda ümumiyyətcə bir ömür verir ki, hə, məsələn, alın yazısı deyirik də. Amma bir yerdə də deyir ki, 100 il kimi yaşaması təqsir onun özündədir. Yəni biz bu günləri elə bir əsrdə yaşayırıq ki, maariflənmək çox asandır. Biz məsələn Sovet vaxtının alimi ilə indiki alimdə çox fərq var. Məsələn, Sovet vaxtı alim gedirdi, haralarsa araşdırırdı, mənbələrə baxırdı, kitabxanalar, amma indi hər şey bir telefonun içindədir. Yəni insanın sağlamlığı öz əlindədir. İnsan sağlam olmaq üçün sağlam qidalanmalıdır. Mən nə yeməliyəm? Mənim orqanizmdə su da saf olmalıdır, karbohidrat da boş karbohidrat olmamalıdır, faydalı vitaminlərlə zəngin karbohidrat olmalıdır. Mən almanların nəyə görə bir həyat tərzini çox sevirəm və hörmətlə yanaşıram. Onlar deyir ki, bugün bizdə toyuq günüdür. Yəni bugün onlar toyuq yeyir, ancaq başqa heç nə yemir. Bugün bizim balıq günümüzdür, bugün ət günümüzdür, bugün vegan günümüzdür. Bugün biz ətdən imtina edirik, ancaq meyvə və tərəvəzləri yeyirik. Bizim süfrə mədəniyyətimizdə də oturub yemək var. Məsələn, fast food ayaq üstə yeyir. Ayaq üstə yeyilən yemək insana nə dərəcədə sağlam ola bilər? Mümkün deyil. Bizim babalarımıza baxanda ayaq üstündə yemək yeməyirlər. Əksinə bizə yemək verən deyir ki, qapının ağzında yer, çox o tərəfə getmir ki, əlində görməsinlər, ayıbdır. Amma indi küçədə fast foodlar maşallah baş alıb gedir. Ayaq üstə yeyilən yemək necə həzm olunur? İnsana şişkinlik, köp, ağrı, obezitə verir, vermir, verir. Süfrə mədəniyyəti əyləşib sağlam Azərbaycan mətbəxindən yeyəndə təbii ki, insan da sağlam olar, amma hər bir şeydə normada, həddində istifadə etmək lazımdır, yemək lazımdır. Ağa bəy, sağlam qidalanma necə olmalıdır? Bilirsiniz, balanslaşdırılmalıdır. Sağlam qidalanma üçün zülallardır, vitaminlərdir, karbohidratdır, yağlardır, minerallardır. Hansı ki, bunlar balanslaşdırılmalıdır. Məsələn, biz səhər dururuqsa, bizə nə lazımdır? Zülal, yağ, zeytun yağında hazırlanmış bir salat
və yaxud zeytun yağında hazırlanmış zeytunun özü, çayla içməyə bir əncil qurusu, yumurta ya yaxud yumurtadan hazırlanmış omletlər, hansı ki kərə yağında hazırlanmış omletlər, göz yumurta və yaxud pomidor yumurta bizim milli mətbəximiz və s. Yəni bax biz bunu yeyərsək, təbii ki günorta da biz acımayacağıq. İnsan 2 dəfə qidalanmalıdır da. Yəni günorta yeməyini təbii ki çıxsaq, biz səhər yeməyini yaxşı doyumluq yesək, yəni demirəm daha şişib partiyana qədər, xeyr. Yəni doyumluq nə mənada? Orqanizm doysun. Yumurta omega 3 ilə zəngindir. Zulaldır, faydalı zulaldır. Yəni bunu yeyəndə artıq orqanizm doyur. Zeytundur, əncirdir, bunların birləşməsi insan orqanizmi üçün əvəz olunmazdır. Zeytun yağı səhər yeməyində faydalı bir yağdır. O da omega 3 ilə zəngindir. Yəni insan orqanizmini doyduran bir yağdır. Düzdürmü? Yəni siz bunları yeyib yanında da kəpəkli çörək yesəz, çayınızı da əncil qurusu ilə içib evdən çıxsaz, təbii ki günorta siz acımayacaqsınız. Yox, əgər siz səhər-səhər şirin çay yesəz, yanında da nə bilim o ağ çörəkdən hazırlanmış şokolad yağı, tostlar yesəz, şokolad yağı yesəz, nə bilim nə yesəz, günorta 100% acıyacaqsınız. Yəni günorta acımayanda axşam da gəlib yüngül zulal, məsələn balıqdan hazırlanmış bir yemək yeyib, yanında da bir faydalı karbohidratlar yeyəndə, məsələn gülkələm, brokoli, kök, kartof püresi və s. bunları yeyəndə təbii ki siz 4 saatdan sonra da gedib yatacaqsınız və sağlam qidalanma budur da. Yəni insan biraz dərindən düşünəndə insanın orqanizminə nə lazımdır onu verməlidir. Orqanizmlə yad heç bir şey orqanizmə buraxmamalıdır. Kənd toyuğunun yumurtası ilə broiler toyuğunun yumurtasının fərqi varmı? Daha faydalı hansıdır? Baxın, mən bir şey deyim də, bu kənd yumurtaları təbii ki gəzən, hərəkətdə olan, eşələnib zulallarla qidalanan və günəş şüalarını görən bir toyuqdan əmələ gələn yumurtadır, kənd yumurtası. Ki, hansı ki kənd çolpasından belə deyək də yığılır. Broilerlər bunlar da yumurtlayır, düzdür? Düzdür, qida dəyərinə baxanda orada da eyni tərkibə malikdirlər. Amma daha faydalısı təbii ki kənd yumurtasıdır. Yəni kənd yumurtası qida dəyəri daha yüksək. İnsanlar arasında belə bir fikir var ki, broiler yumurtalarının heç biri, yəni bu firma toyuqlarının yumurtalarının heç bir insan orqanizminə xeyri yoxdur. Doğrudan belədir. Xeyr, baxın bir şey deyim də sizə. Ümumiyyətlə broilerlərin özləri də srebris sort var idi də Sovet vaxtı. Məsələn üçün 100 illərin sortudur. Neçə illər Sovet hakimiyyəti vaxtında da hamı yeyib. Mən də yemişəm. Babamız da yeyib, yəni çox qədim bir sortdur. O da broiler idi. Onun da yumurtası var idi. Məsələn, broiler yumurtası tək indi deyil ki, Sovet vaxtı da var idi. Hamı da yeyib. Yəni faydasız deyil bir şey yoxdur. Sadəcə olaraq kənd toyuqları bu gün məhdud saydadır. Məhdud saydadır və bütün ölkəni təmin edəcək gücdə deyil. Havalar biraz soyuyan kimi kənd yumurtası qıtlığa çıxır. Niyə? Çünki onlara vaxtı-vaxtında vaksinasiyanın olunmaması, toyuqlara və yaxud qulluq düzgün olmaması, yemlərində vitamin çatışmamazlığı, otlar quruyur, yem verirsə, ora vitaminləşdirilmiş yem verməlisiniz də, düzdür? O zaman nə olur? Kütləvi tələfat baş verir və iqlim dəyişikliyi də burada təbii ki söz mövzusudur. Amma broilerlərdə belə deyil. Broilerlərin təbii ki yemləri vitaminlərlə zənginləşdirilmiş yem olduğuna görə onlara lazım olan vitaminləri qəbul edirlər. Ki, hansı ki bunların yemində qarğıdalıdır, soyadır, yağdır, vitaminləşdirilmiş yem və s. Yəni bunları yediklərinə görə onlar kütləvi qırılmırlar. Çünki lazım olan vitaminləri alırlar. Əgər bu o vitamini alırsa, təbii ki yumurtasında da o vitamin var. Yəni zərərlidir deyə bir şey yoxdur. Əgər bugün kiminsə gücü çatırsa, evində 5 dənə toyuq saxlayıb həyətində onun yumurtasını yeməyə, təbii ki o daha faydalı olar onun üçün. Amma broilerin əti və yaxud broilerin yumurtası xeyri yoxdur, faydasızdır da. Bu bir mifdir. Heç bir elmi ədəbiyyatda da bununla bağlı elmi məqalə yoxdur. Heç bir elmi izah da yoxdur. Ağa bəy, çox sağ olun ki, dəvətimizi qəbul etdiniz. Minnətdarıq sizə. Çox sağ olun. Mən də sizə dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də sizinlə müsahibə çox xoş oldu. Təşəkkür edirəm.
Belə hörmətli tamaşaçılar, çalışdıq ki, bu gün sizin üçün faydalı mövzu olan qidalardan danışaq. Siz də çalışın, sağlam qidalanın, sağlam qalın. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Sağ olun, salamat qalın, görüşərik.